Deməli, hal-hazırda maşını arxaya vermək üçün ya da qabağa vermək üçün hansı knopkana basmalıyıq? Birinci maşını işə salmaq üçün bu düyməni basırıq. Basıb saxlayırıq. Və monitora baxırıq da oradan mühərrik işə düşmək üçün. Mühərrik işə düşdü. İndi keçirik bu P düyməsini basıb saxlayırıq ki, komandanı qəbul eləsin. Qəbul elədi. İndi bu arxaya gedir, bu arxaya gedir, bu qabağa gedir. Basıb saxlayıram bunu ki, arxaya gəlsin. Gəlir arxaya. İndi mənə görəndə dayanmalıdır. Gəldi, dayandı. Çünki mən düz arxasındayım. Biraz keçdim, görürsünüz, hələ gedir. Bıraxdım, indi bunu basacağım ki, qabağa getsin. Getdi qabağa. Bu qədər bıraxdım. Yandı. İndi bunu basıb saxlasam yenidən sönəcək. Bunu basıb saxlayıram. Avtomobil söndü. Birinci P-ni sonra onu. Birinci P-ni basılı saxla. Birinci P-ni basıb saxlayırıq. Söndü. Söndü. Sonra bunu basırıq. Gözü tanısın qutarsın. Aha. İndi onu basıb saxlayırsan. İndi basıb saxlayıram bunu. Avtomobil sönsün. Söndü. Söndü. İndi bağlamaya basam ki, bağlansın. Bağlansın. Vəssalam.